Hər kəsə salamlar. Bu gün istəyirəm qızımda müşahidə etdiyim bir prosesi misal gətirərək, daxilimizdə çox tez-tez baş verən və buna baxmayaraq biz bunun fərqində olmuruq və müşahidə edə bilmədiyimiz bir proses haqqında danışacağam. Daxili isterika haqqında. Deməli, qızımın 2 yaş 4 ayı var və çox təbii olaraq yaşına uyğun isterikalar olur. Məsələn, nəsə istəyirəm, indi və burada bunu ver. Deməli, bu yaxınlarda 1-2 ayın söhbəti olar bəlkə. Yenə nəsə istəyirdi məndən, artıq xatırlamıram nə. Amma belə tam var gücü ilə üstümə gəlirdi, emosional olaraq əlbəttə, ki, istəyirəm ver, 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 yəni özünü yerə çırpmalar, qışqırmalar, ağlamalar istəyirəm. Bir də mən özümü hansı anda tutsam yaxşıdır ki, mən bu isterikada çırpınan uşağa cavab verirəm, nəsə başa salmağa çalışıram. Dayandım, özümə dedim, Aygün sən bu dəqiqə neynirsən? Bu uşaq səni eşitmir. O indi emosional fırtınanın içində fırlanır və sən bu dəqiqə ona nə desən, deməsən fərqi yoxdur, çünki o səni eşitmir belə. Sən nə etməyə çalışırsan? Və onda mən anladım ki, mənə bu emosional təzyiq, hansı ki o qəsdən eləmir, normaldır. Amma o qədər çox gəlməyə başlayır ki, mən onun bitməsi üçün, susması üçün tez bazar nəsə demək istəyirəm, sakitləşdirmək istəyirəm ki, o sussun, dayansın. Baxın, hansı addımları özümdə olanda, şuurlu olanda hansı addımları atıram və bunlar çox mənə kömək edir uşaqla. Baxıram ki, nədənsə isterikadadır. İstəyirəm, ver, ver, istəyirəm, indi məsələn şokolad, istəyirəm, yoxdur evdə. Verə bilmirəm, amma yoxdur. Mən başa düşürəm ki, indi bu an emosional olaraq bunu yaşayır və mən buna icazə verməliyəm. Başqa seçim yoxdur. Yəni təxminən 1 dəqiqə ərzində, bəzən kimdəsə az, kimdəsə çox, uşağın sinir sistemindən də çox şey asılıdır. Yəni doğulandan bəri aranızda qurulan belə deyək, münasibət artıq doğulan andan bəri, hətta ana bətindən bəri qurulur bizim uşaqla münasibətimiz. Ondan çox şey asılıdır, amma adətən 1-2 dəqiqə çəkə bilər bunlar. Çalışıram oturum yanında, məsafədə olum. Çünki çox zaman mən şəxsən qızıma soruşanda ki, qucaqlayım səni, mamanın qucağına gəlirsən, istəyirsən toxunum sənə. Yox, yox, yox. O istəyir sadəcə belə yerdə otursun, gah belə fırlansın, qışqırsın, gah belə fırlansın, qışqırsın. Mən də bu prosesdə deyirəm də, o an şuurluyamsa, resursum varsa, baxıram, müşahidə edirəm və anlayıram onunla nə baş verir. Ondan sonra biraz sakitləşəndə fikrini biraz yayındırmağa çalışıram. Artıq belə yaxınlaşmağa yol tapıram. Toxunmağa biraz başlayıram. Deyirəm, olar mama toxunsun sənə? Hə, olar, olar. Yəni məni artıq o pik bitəndən sonra artıq məni görməyə başlayır. Mən bir növ mövcud oluram yanında. İsterikadaykən mənim getməmi istəmir, amma yaxın gəlməmi də istəmir. Amma orada ol, dur orada. Yəni sən mənim təhlükəsiz bir yerimsən. Özümü rahat, yanında çırpınacağım, rahat hiss edəcəyim bir yersən, varlıqsan, amma yaxın durma mənə, məsafədə ol. Bir isterikanın o piki bitəndən sonra məsafəmiz artıq qısalmağa başlayır. Ondan sonra deyirəm, ya birazca fikrini yayındırıram, ya güldürməyə çalışıram. Tam rahatlayandan sonra isə, yəni 3-4 dəqiqə sonra mən artıq onunla danışmağa başlayıram. Ki, sən çox hirsləndin, hə? Yəni sən istəyirdin şokoladı, amma mama sənə vermədi, hə? Bu səni çox hirsləndirdi, hə? Yəni təsdiqləyirəm ki, nə oldu? Amma deyirəm ki, amma mən onu sənə verə bilmirdim. Verə bilməzdim. Yox idi. Amma mama sənə alacaq, sonra alacaq. Sonra mütləq verəcəm. Yəni bilsin ki, indi vermirəm, yəni tam yoxdur, veriləcək. Bu proses çox gözəl işləyir. İndi yenə də deyirəm, uşaqdan uşağa hər şey fərq var, çox nüansları nəzərə almaq lazımdır, amma işləyir. Mən bunları anlamasam, mən istəyəcəm ki, sadəcə uşaq sussun. Çünki bezəcəm, yəni bu dəqiqə məni sadəcə və sadəcə uşaqları olan analar anlayır.
Hətta sizin əgər uşağınız yoxdursa, bu tip isterikalara kənardan, çöldə müşahidə etmisiniz. Bacınızın uşağı ilə də müşahidə etmisiniz. İnanın ki, eyni şey deyil. Yəni heç eyni şey deyil. Mən də dəfələrcə ana olmadan qabaq müşahidə edirdim. Başqasının uşağının isterikasına daha asan dözmək olur. Desin ki, kimsə gəlsin, sustursun onu. Səninki də, amma səninki olanda və o emosional təzyiq və baskı sənə doğru yönlənəndə o tam fərqli bir təcrübə olur. Ona görə deyirəm ki, mamalar bu dəqiqə məni anlayır. İnsan bu prosesləri anlamayanda istəyir ki, uşaq sussun. Çünki bezirdə yəni yetər ki, sus, artıq beynin dözə bilmir. Sus, bu təzyiqi qurtar, bitir. İndi bunu daxili dünyamıza qaytarmağa çalışıram. Eyni isterikalar, eyni bax o uşaq tərəf, içimizdəki uşaq, yəni bizim həyat bir qatar kimi baxsaq, o vaqonları nəzərdə tutsaq, ilk iki ilimizin vaqonu, bax o heç bir zaman o vaqon qopub getmir də. Yəni qatar xəttində qalır daima. Onu kəsib tullamaq, olmur qurtulmaq, olmur təmizləmək, olmur şəfalandırmaq, olmur. O orada qalır. Biz bunu nəzərə alsaq ki, o vaqon heç bir yerə getmir. Biz nə etməyimiz qalır? Bununla yaşamağı öyrənmək. Necə ki, baxın, mən uşağı olmayan bir anayam. Rahat özüm üçün daha rahat yaşayırdım da. Yox idi məsələn həyatımda. Elə birisi hansı ki, bu qədər fərqində olmadan mənə amma daima məndən nəsə istəyir, emosional təzyiq göstərir və mən bacardığım qədər belə anlayışlı olmalıyam. İndi bu uşaq, bu insan mənim həyatımda peyda olub və həyatımı mürəkkəbləşdirib. Mən onu sevirəm, sevərək dünyaya gətirmişəm, indi də canımı verərəm, amma yenə də çətindir, mürəkkəb prosesdir ana olmaq. Və mən başa düşürəm ki, artıq bu insan mənim həyatımda varsa və mən ondan qurtulmaq istəmirəm, qurtula da bilmərəm, mən bununla yaşamağı öyrənirəm. İndi bu uşağı, bütün bu misalı içimizə, yenə daxilimizə baxsaq, biz özümüzə non-stop bu daxili isterikalar yaradırıq. İstəyirəmlə. Çox zaman bu istəyirəm bacardığımdan çox daha böyük olur. Qeyri-realistik olur. Çünki realistik olan şeyləri biz çox zaman onsuz da durub edirik. Bacardığımız şeyləri o an üçün bacardığımız şeyləri biz edirik. Amma o istək hansı ki mənim bu an bacardığımdan daha çoxdur. Deyir ki, elə dur, mənim istədiyimi elə. Mənə ver, istədiyimi ver. O bizim daxilimizdə eynən bayaq mən təsvir etdiyim isterikanı yaradır. Və biz ona tab gətirə bilmirik. İstəyirik o da sussun. Bəzən insanlar tab gətirə bilmir, özünü döyür. Bəzən ən pis situasiyalarda insan ağlını itirə bilir. Şizofreniya kimi yaranır. Çünki daxilində hansısa bir səs sanki daim elə bir ki, deyir ki, ver nəysə. Ya da ki, suitsid belə ola bilər. Çünki əgər mənə verə bilmirsiniz, onda ölüb. Yəni, belə həyatdansa olmamaq yaxşıdır. Hamımız bəlli bir dərəcədə bunu yaşamışıq, məncə, hamımız. İndi biz nə edə bilərik bu situasiyada? Məsələn, baxıram, birinci, əlbəttə ki, ilk növbədə, ona görə mən bu paylaşıram onsuz da bu videonu ki, bir anlayış yaransın ki, mənim daxilimdə bir isterika yaranır və mən bu isterikalarla özümü yoruram. O halsızlığım, depressiv halım çox zaman, heç nə eləmək istəməməyim, bezginliyim çox vaxt bundan da olur. Daxili dünyaya baxsam, mən özümdən nəsə istəyirəm, verə bilmirəm. Mənə daha rahat da heç nə istəməmək, heç nə eləməmək, nəinki bu təzyiqin altına zönə. Yəni, bəzən də, oy, bu üçün mənim uşağım olmasan, ana olmayım, nəinki gündə bu təzyiqin altında olum. Yox, amma biz onsuz da bu həyatı yaşayırıq. Bu tərəf var, bu istəklər var, bu təzyiq var, çünki ideal mən var. Bizə qalır bu prosesləri tanımaq və bununla yaşamaq öyrənmək. Mən daxili o isterikamı görürəm. Birinci müşahidə edirəm ki, aha, bu dəqiqə var. Mən özümdən nə istəyirəm? Necə ki, mən əgər uşağıma qarşı o təmkin münasibəti göstərə bilirəmsə, deməli, onsuz da mən bunu özümə də elə bilirəm. İnsan özünə vermədiyini uşağına əsla verə bilməz. Əsla. Eyni prosesi mən özümdə eləyirəm ki, okey, mən baxıram, tanıyıram ki, bu dəqiqə mənim isterika baş verir. Okey, mən özümdən nə istəyirəm? Bunu istəyirəm. Bu mümkünsüz bir şeydir. Mən gözləyirəm o isterika, o emosiyalar birazca yatışsın və sonra özümlə dialoqu başlayıram. Özümlə danışmağa başlayıram ki, okey, sən də bunu istəyirsən.
bu və bu. Amma indi bu mümkün deyil. Mən indi bunu özümə verə bilmərəm. Mən bunu indi sənə verə bilmərəm. Mümkün deyil. Bu dəqiqə mümkün deyil. Bu istəyi transformasiya edə bilərəm. Dəyişdirə bilərəm. İndimə uyğunlaşdıra bilərəm. Ya da reallıqda mən olduğuma kiməmsə ona qarşı, ona uyğun dəyişdirə bilərəm. Çünki çox zaman bizim o böyük istəklər, böyük adlandırmayım da qeyri-realistik istəklər, onlar bizim o özümüzü tanımladığımız o idealla, başqa aygünlə, aygün üçün qurulur o məqsədlər. İnsan reallıqda isə bəzi şeyləri edə bilmir. O xəyal etdiyindən fərqli olaraq edə bilmir. Və mən əgər razılaşsam o istəyimi transformasiya eləmək, dəyişdirmək, öz real özümə uyğunlaşdırmaq, onda daxili isterikalar da azalır. Yəni, birinci tanımaq lazımdır bədənimizin o bizə verdiyi siqnallarla. Emosional və psixoloji dəyişən halımızdan müşahidə edib görürük ki, bu dəqiqə isterika baş verir. İsterika nəyə görədir? Okey, mən indi bunu sənə verə bilmərəm. Bilirəm istəyirsən. Bilirəm, görürəm. Necə ki, mən qızıma deyirdim. Amma bunu mən indi sənə verə bilmərəm. Gəl baxaq, mən bunun yerinə nə verə bilərəm sənə. Ya da sonra sənə nə verə bilərəm. İndi bunun yerinə verə bilərəm. Məsələn, bu dəqiqə deyirəm ki, arıqlamaq istəyirəm, mən 10 kilo arıq olmaq istəyirəm. Okey, mən bugün nə edə bilərəm bunun üçün? İndi nə edə bilərəm? Okey, bu ay ərzində biz 3 kilo arıqlaya bilərəm, məsələn. Amma 10 kilo arıqlaya bilmərəm. Amma mən 10 kilo arıqlama olmaq istəyirəm. Axı bir ay sonra yaydır, mən 10 kilo arıqlamaq. Bunu mən sənə verə bilmərəm. Görürəm, eşidirəm, anlayıram, amma verə bilmərəm. Gəl baxaq, indi nə edə bilərik? Bax, belə dialoqlarla mən daima özümlə danışıram və uşağımla danışıram. Çünki əks halda bu isterikalar tanınmayanda insan, bayaq dediyim kimi, sadəcə istəyir uzansın divana, bütün gün scrolling eləsin, nə baş verdiyini anlamır, sadəcə görür ki, heç nə eləmək istəmir, daxili dünyasına girmək istəmir, yatmağa gedəndə də yatmaq istəmir, çünki bütün fikirlər və baskılar adətən gecə yatmamışdan qabaq, yuxudan qabaq oyanmağa başlayır və s. Ümid edirəm, kömək ola bildim bu video ilə. Daxili isterikalar o emosional fırtınanı yaradır və o təzyiqin altında biz tab gətirə bilməyib çox zaman partlayırıq. İstər uşağımıza qarşı cins bizi bu təzyiqi göstərə bilər, işdə də ola bilər. Amma bu kənardan gördüklərimizdir, bu daha asandır, o mənə təzyiq göstərdi. Amma mən öz daxili təzyiqimi, hansını ki mən, demək olar ki, hər gün bunu edirəm özümə, bunu müşahidə edə bilmirəm. İnsanın güclənməsi isə oradan başlayır, daxilən öz proseslərini görəndə və onları idarə edə biləndə. Onda kənardan bizə baş verəndə, məsəl üçün uşaqlarımızdan, hətta həyat yoldaşımızdan, onları artıq daha yaxşı və produktiv şəkildə idarə edə bilirik. Tab gətirməyə öyrənirik. Çünki bundan qaçış yoxdur. Qaçış yoxdur. Getdikcə, əlbəttə ki, o daxili isterikalar azalır. Amma o getdikcə, o sadəcə onda baş verir. Haçan ki, insan bir dərəcə də olsa, yavaş-yavaş adımlarla özünə daha çox realistik olaraq baxmağa başlayır. Real özünü danmır, nifrəti azalır özünə qarşı, özü olmaqla okeyləşir. Amma bunlar hamısı əlbəttə ki, illərlə davam edən yavaş-yavaş proseslərdir. Amma bütün hər paylaşdığım videolarda mən çalışıram balaca hissəciklər, özümdən də tanıdığım, gördüyüm, işlədiyim hissəcikləri sizinlə paylaşım ki, siz də onları istifadə edib özünüzə kömək edə biləsiniz. Belə, bugünlük bu qədər. Gəlin növbətindən görüşərik. Sağ olun.